Özəl günlərdə süfrənizi daha gözəl edəcək, çox ləzzətli salat resepti bölüşürəm. İstifadə etdiyim formanın ölçüsü 11 sm-in 22 sm-dir. İç qatı üçün sürkəzin kiçik gözündən keçirilmiş Holland pendiri istifadə edirəm. Sonra qarğıdalı, duzlu balıq, yumurta, xiyar və kartofdan istifadə edirəm. Və hər dəfə qatların arasına duz istiyoz səpib, mayonez və xamanın qarışığından çəkirəm. Salatı yığdıqdan sonra üzərini örtüb, təxminən 9-10 saat soyuducuda saxlayıram ki, daha ləzzətli olsun. Sunum edərkənsə üzərini zövqə görə bəzəyirik. Növbəti videolarda görüşənə kimi. Hələlik.